Baxın, burada kabab çəkmək üçün, kofe dəmləmək üçün yerlər var. Bir dənə siz bu gözəlliyə baxın. Yəni antiqə bir gözəllik var da. Qarşıda göl mənzərəsi, dağlar, günəş. O tərəf İsmayıllı rayon. Wow, çox möhtəşəm, çox möhtəşəm. Kameraya nə qədər yansıyır bilmirəm, amma bir görüntü var. Yəni bura gəlmək və burada həqiqətən bir gün minimum keçirmək lazımdır. Heç olmasa yarım gün. Həqiqətən insanın əsəbləri sakitləşir, amma çox antiqə bir yerdir. Mütləq tövsiyə edirəm ki, gəlinməz lazımdır. Bax, bura kimsə yenə ölümsüzlük. Deyəsən H-E. Hacı H. H ilə E-nin nəsə eşqini həkk edib. Hətta bura nəsə asmaq üçün belə asılqan da vurublar. Qarmaq da vurublar və antiqədə bir mənzərə. Şiddətlə tövsiyə edirəm. Bəzi xoşbəxtliklər çox necə deyirlər, baha deyil. Sadəcə bir balaca əziyyət çəkmək lazımdır, çox xəfif. O da ki, dağa çıxarkən. O da istəməsəz taksilər çıxır. Bu gözəllik üçün dəyər yəni. Bu da işimə yarayar. Sadəcə aparmaq çətin oldu deyə bir butağını böldüm. Hissiz aparacağım. Günəşin batmaqdan yəqin təqribi 1 saat 10 dəqiqə 1 saat falan qalıb. Buradakı istəyirəm ki, quru odunların daşıya bildiyimi daşıyım. Parçalanmayan hissələri odun üzərinə qoyacağım. Od yandırdıqca hissə parçalanacaq. Həm mənə köz olsun, həm səhərə qədər oduncağım olsun. Belə. Amma çox ləzzət edir yəni. Kiməsə bu yorucu vəziyyətli gələ bilər kənardan. Düzü biraz yorulur insan. Ancaq bütün prosesləri bitirəndən sonra bir yorğunluq kofesi hissəndə bütün yorğunluğum çıxacaq və həqiqətən zövq alacağım və bu andan da zövq alıram. Məsələ budur. Ona görə yəni gəlməyimə dəydi və bu prosesi etməyimə dəydi. İndi illər öncə mən gələndə orada tuvalet var. Onun ətrafı üstü bağlı idi. Bir dənə önü biraz açıq idi. Böyle panorama mənzərədə super. Amma indi böğürlər falan da açıqdır. Onu düzəltsələr çox möhtəşəm olardı. Çünki insanlar olanda oranı istifadə etmək mümkünsüzdür.